değerli şairler, değerli qonaqlar. Bugün biz tariximizin en parlak sayfalarından birini, Zəfər gününün 5 illiyini böyük qürur hissiyle qeyd etdik. 5 yıl önce 2020 yılın 8 noyabrında Azərbaycan xalqı, qəhrəman ordumuz və Ali Baş Komandanımızın əmri iradəsiyle 30 illik həsrətə son qoydu. Şuşa azad olundu. Hörmətli tədbir iştirakçıları, bugünkü xoşbəxtliyimiz, azadlıq sevincimiz, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı bahsını qazandı. Gəlin birlikdə bu azadlıq sevinci bizə yaşanan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edik. Ben de arzu ederim ki sizinle birlikte bir şurada geleceğim. İnanın ki geleceğim. Şuşa bir tek şanlar için yok. Her bir Azerbaycanlı için aziz bir anlayıştır. Azerbaycan'ın değerlenen ki gözüdür. Her bir Azerbaycanlı için iftihar noktasıdır. Ona göre Şuşa bir yaşayış mekanı değil. Şuşa bizim milli denizimizdir. Şuşa bizim medeniyetimizin, tarihimizin remzidir. Şahan için azizdir. Ama ben söylüyorum, Laçın dağlarında bile azizdir. Laçın bizim Azerbaycan'ın en yüksek dağları, güzel sefası, güzel meşeleri, güzel bulakların güzel çeşmeleri, güzel çayları olan bizim bir diyarımızdır. Hiç vakit Laçın sizler Ağrı'dan çünkü güzel bir şehir, güzel bir mekan, güzel bir bahar, güzel yer, Füzuli, Cebrail, Zengilan, Kubatlı, Kelbece'nin o kulakları, Kelbece'nin o içli susu, biz Allahsız yaşadıklar mı? Hiç vakit. Ve hiç vakit Azerbaycan'ın, güzel Azerbaycan'ın müşahsiz hesabı edelim.
qapısından baxır şəhidlərin. Tarixə yazıldı bu gün qələbən sənin. Tarixə yazıldı bu gün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bu gün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bu gün qələbən sənin. Milletin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bu gün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Milletin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bu gün qələbən sənin. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçələcək. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Tarixə yazıldı bu gün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bu gün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Milletin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bu gün qələbən sənin. Değerli yukarı düzeyde kendi orta məktəbinin pedagojik kollektivi ve şagird heyeti. Mənim üçün çox qürurludur, xoşdur ki, həmişə sizin bu güzel tədbirlərinizdə məni dəvət edirsiniz. Yəqin üzülü sayarsınız ki, bəzi tədbirlərinizdə iştirak edə bilmirəm. Mənə çox xoşdur, bir vaxtlar burada bu məktəbin məzunundan olmuşam və burada da çalışmışam. Bugün doğrudan da biz böyük bir tarihi qeyd etdik. Azərbaycan 200 ildən çox bir dövrdə öz torpaqlarının işğal altında olmağına baxmayaraq azad olunması üçün nəsə tutarlı bir nəticəli bir iş görə bilməmişdi. Amma artıq 20-ci əsrin 80-ci illərin sonundan erməni işğalçıları Azərbaycan torpaqlarını daha da çox ərazilərini işğal etməyə başladı. Bu da məlum məsələdir ki, keçmiş istirdə onların, mən ifadəmə görə çox üzr istəyirəm, çünki bugün o söz onlar onu qazanırlar, onların arxalı köpəkləri vardı. Qaroçuk kimi xain, Azərbaycan dövlətində xain bir insanlar vardı. Onların dəstəyi ilə bizim torpaqlarımızı azad edildilər. Daha doğrusu bizim torpaqlarımızı işğal etdilər. Amma Azərbaycan xalqı heç vaxt öz torpaqlarının işğalı altında qalmasını götürə bilməmişdir. Müxtəlif cür mübarizələr aparmışdır. O dövrdə təbii ki, bizə ilk növbədə lazımi, bacarıqlı, böyük bir siyasi iradə nümayiş etdirə bilən bir sərkərdə lazım edir. O dövrdə bizə güclü inkişaf etmiş, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlət lazım edir. O dövrdə bizə vətənpərvər gənclər lazım edir. Amma təəssüf olsun ki, həmin dövrdə onlar yoxdur. 1993-cü ildə hakimiyyətə gələn ulu öndərimiz
ömrünün çox hissəsini Azərbaycana həsr edən, Azərbaycanın inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra artıq bu sahədə bir çox hazırlıq işləri gördü. İlk növbədə Azərbaycan övladlarının, Azərbaycan gənclərinin yersiz yerə həlak olmaması üçün bu ateşkəs rejimindən, 94-cü ildə ateşkəs rejimindən nail ola bildi. Bu ateşkəsdən istifadə edən Ulu Öndər həm dövlətin iqtisadiyyatını yüksəltməyə, eyni zamanda dövlətin demək ki, milli ordusunu gücləndirilməsi və bununla yanaşı qeyd elədiyim kimi vətənpərvər ruhda öz vətənini sevən gənclərin yetişdirilməsi sahəsində çox böyük işlər addımlar atdı. Ömür vəfa etmədi. İkinci dəfə hakimiyyətə gələn Ulu Öndər 10 il müddətində bir çox işlər görməsinə baxmayaraq hələ bu məsələləri tam tamamlaya bilməmişdi. Amma nə gözəl ki, o bizim üçün özünün layiqli varisini saxlayıb etdi. Çünki Azərbaycanı xilas etmək və inkişaf etdirmək lazımdır. Onun üçün bizim bugün Müzəffər Ali Başkomandanımız İlham Əliyev hakimiyyətə gələndən sonra Ulu Öndərin bütün tövsiyələrini, bütün planlarını həyata keçirməyə bacardı. Və nəhayət artıq bizim həm xarici ölkələrdə Qarabağın məhz köklü Azərbaycan torpağı olmasını göstərmək vacibdir. Beynəlxalq aləmdə çox böyük səy göstərən, diplomatiya göstərən bizim prezidentimiz İlham Əliyev cənabları və ən nəhayət ki, BMT-nin qəbul etdiyi 4 qətnamanı yerinə yetirmədiyi üçün yalnız müharibə yolu seçdi. Çünki sülhlə ermənilər razılaşa bilmirlər. Onların havadarları dəstək olaraq bizim torpalarımızı daim işğal altında saxlamaq istədi. Əgər 20-ci ildə artıq səbr kasası dolmuşdur və Azərbaycan özünün həm müstəqil, həm güclü, həm də iqtisadi cəhətdən möhkəm bir ordusu, dövlətin olduğundan müharibə tam hazır olduğunu gördü. Belə bir dövrdə Tovuzda da baş vermiş bir sıra hadisələr artıq müharibənin demək ki, başlanmasının xəbərini verdi. Ölkəyə müraciət edən Ali Başkomandan gəncləri, ilk növbədə gənclərə çağırış etdi ki, biz torpaqlarımızı azad etmək uğrunda mübarizə üçün sözsüz ki, könüllü yazılmaq daha yaxşı olardı. Minlərlə yox, bəlkə 100 minlərlə bizim gənclərimiz Ali Başkomandanın bir çağırışını toplaşaraq Azərbaycan torpaqlarının canları bahasına, qanları bahasına azad etmək uğrunda mübarizəyə hazır olduqlarını bir göstərdi. Bu bir daha göstərdi ki, İlham Əliyev cənabları düzgün yol seçmiş, iqtisadiyyatı, ordunu möhkəmləndirməklə həm də o orduda, o iqtisadiyyatda çalışan vətənpərvər gənclərin olduğunu bir daha demək ki, sübuta edirdi. Bu gənclər Ali Başkomandanın ətrafında birləşərək Azərbaycan ordusu sıralarında xidmət etməyə hazır olduqlarını bildirdilər və könüllü yazıldılar. Və o könüllü şəxslərdən biri də bu məktəbin məzunu Vüsal Kazım olmuşdur. Sentyabr ayında, 2001-ci ilin sentyabr ayının lap əvvəllərində mən təsadüfən gəldim ki, mən könüllü yazdırmışam. Açığın deyim ki, heç kəs bilməzdi ki, müharibə olacaq. Çünki İlham Əliyevin siyasəti bir həmişə sülh tərəfləri olduğunu göstərirdi. Müharibə tərəfləri deyildi. Amma lazım olanda hər yolu ilə də Azərbaycan ordusu öz torpaqlarını azad etmək iqtidarındadır. Şuarı da onun dilindən əsl olmadı. Belə bir dövrdə və məndən xahiş elədi ki, məni isahlatdırmırsa, mən onsuz da müharibə olsa gələrəm. Mən o istəyini qarşına almadım. Bu sərbəstlidir, ali təhsildir, mütələssizdir
bir rütbəsi var idi. Müasir gənc kimi bütün sosial şəbəkələrdə də vətənpərvərliyi ilə seçilən biridir. Nəhayət 21 sentyabr tarixində Çağırış məntəqəsinə gedib, könüllü yazıldığı üçün Çağırış məntəqəsinə getdi və həmin tarixdə də, yəni 21 sentyabr tarixində də Cəbhə bölgəsinə yola düşdü. Əlaqə saxlayanda 3 gündən sonra mənə dedi ki, biz artıq Cəbhədəyik, çocuk məcralında və böyük ehtimalla nəsə gözlənmir. Amma həmişə mənə dedi ki, sən narahat olma, bizi cəbhəyə aparır. 22 sentyabr tarixində müharibə başlanan gündən Vüsal Gil artıq ön cəbhədə müharibədə idi. Amma hər dəfə də zəng gələndə deyir ki, yox, biz müharibə eləmir, biz arxadayıq. Amma sən demə, Ağolun içində idilər, hər öz dəstəsi ilə vuruşdaydılar, gecələr vuruşa gedir, səhər sübhdən gəldiklər, istirahət edəndən sonra yenə gedir. Döyüşün demək, xüsusiyyəti o idi. Bir ay biz Vüsal'la telefonla danışdıq, evlə də danışırdı, uşaqlarla da, amma demək, 26 oktyabr tarixində biz sonuncu dəfə söhbət edərik, saat 4 radələrində mən danışdım. Evdəkilər uşaqlarla, anasıyla, yoldaşıyla da danışırdı, dostlarıyla da danışırdı. Hoş müjdelim bir
kesim hələ keçməyib. Sən gəl yanındakı çaxdığın ocağın odun hənirtisi hələ keçməyib. Hay ver mənə cənab leytenant, hay ver mənə leytenant. Xoş müjdəli bir savaşa, hay ver mənə leytenant, hay ver mənə cənab leytenant, hay ver mənə leytenant. Xoş müjdəli bir savaşa, hay ver mənə
geçilmez çektiğin yollardan. Geceleri gündüzdür barıklı yollar. Korkmadan girelim vatanın oldu. Vatan senin adın, senin an gelin. Vatan senin adın, senin an gelin. Bir adım attım ileri zafere doğru. Zafer senindir, dayanma, ileri vatanın oldu. Zafer senindir, dayanma, ileri vatanın oldu. Ömrüne günler yağır yağışlar. Olmaz vatan oldu yağıştan kardan. Düşmen gülmesin, kuş gelmesin. Geçersen her zaman ondan al ondan. Sen vatan için canım şehit ettin kardeşim. Dedin düşmanla beni, o vatan son savaşı. Sen torpak için doğuldun, koymadın gün soğusun. Gündüz cennetinde yat yuhun şirin olsun. Sen bizim kalbimizde yaşayacaksan sağ. Unutulsa bu dünya, unutulmazsan sağ. Sen bizim kalbimizde yaşayacaksan. Sensiz çetindir hayat, ey cana baş etkin at. Alınıptır kısasın, mezarında rahat yat. Sen torpak için doğuldun, koymadın gün soğusun. Gündüz cennetinde yat yuhun şirin olsun. Sen bizim kalbimizde yaşayacaksan sağ. Unutulsa bu dünya, unutulmazsan. kalbimizde yaşayacaksan bu sen. Unutulsa bu dünya, sen unutulmazsan bu sen. Sen bizim kalbimizde yaşayacaksan sen. Unutulsa bu dünya, unutulmazsan sen. Sen bizim kalbimizde yaşayacaksan.
Azərbaycan möhtəşəm bayrağımız olan Zəfər günü qeyd edirik. Əslində bu bayrama gələn yolumuz çox uzun və məşəqqətli olmuşdur. Bugün bizim burada belə üzgülər, firavan əyləşməyimizin səbəbkarları var. Bu yol həqiqətən də çox çətin bir yol olub. Məndən qabaq danışan natiqlərin sözlərinə əlavə etmək çox olar. Yəni, bu barədə biz saatlarla danışa bilərik. Amma düşünürəm ki, biz hamımız bugün gülürüksə, biz bugün hamımız seviniriksə, biz bizim şəhidlərimizə, onların valideynlərinə, onların övladlarına borcluyuq. Bizim onlara bir vəfa borcumuz var. Bəli, bir övladın itkisi, valideyn üçün nədir, bunu biz hamımız başa düşürük. Amma onların o çətin şəraitdə necə əzabla, necə çətinliklə o torpaqları azad etməsini mən özüm daha çox anlayıram. Çünki 99, 2000, 2001, 3 il ərzində mən unutmamalısınız. Bu tədbirdə səslənən hər bir mahnının birində bir miskil var. Baxın, Azərbaycan mahnısında deyir ki, hər parçası bir qonşusunda əsir qalan. Azərbaycan o dövlətlərdən, yeganə dövlətlərdən biridir ki, tarixən onun torpaqları işğal oldu, tarixən onun xalqına qarşı divan tutuldu. Bugünkü gündə biz İran tərəfdən bizim müəyyən qədər torpaqlarımız var. Hamımız bilirik ki, o qədim Azərbaycan torpaqlarıdır. Rusiya tərəfdən Dərbənd bizim torpağımızdır. Gürcistan tərəfdən Borçalı malı. Bizə Xəzər dənizinin elə bil ki, qoşunu olmayıb ki, oradan da gəlsinlər. Oradan da imkanları olsaydı, Azərbaycan torpaqlarını işğal edəyərlər. Bugünkü gün çox əhəmiyyətli bir gündür. Azərbaycan bayağı Kəmal mənqurlarlığı kimi 200 illik tarixi nəticəsində ilk dəfədir ki, itirdiyini qaytara bilir. O qaytarmaq da bəlkə də bugünkü günü görmək, bu 5 illik tarixi qanı yerdə qalmış. Bizim rəhbərliyimizin o zamanki 92-ci ildə olan rəhbərliyimizin sərcəsizliyi nəticəsində onların boş yerə, yəni mənasız yerə gelib, hazırlıqsız ordu quruculuğu olmadan gelib ön sıraya aparır. Belə deyək ki, o vaxtı yaşlı insanlar bilirlər. Əskərləri necə aparırlar? Tuturlar avtobuslardan, hazırlıqsız aparırlar, çıxadırlar cəbhə bölgəsinə. Bir gündə biz nə qədər şəhid verirdik. Amma heç bir mənasız olmadı. Biz hər o vaxtın torpaqlarımızı itirdik. Zəfər şəhidlərimiz, Ulu Öndərin qoyduğu siyasət nəticəsində, möhtərəm cənab prezidentin ordu quruculuğu nəticəsində və sərkərdə kimi bir komandanlıq yaratması nəticəsində həm